Ya Allah uşaqlar. Deməli. Məhəmməd sakın. Danışma, ürəkdən, nəfəs alma ki, o qıcıqlanma verir, sonra partladı verir. Deməli, o buradan sonra vergülün işlənməsi. Birinci Səidə xanımın sualı. O, bir də bu. O deməli, hansı sualına cavab verəndə birinci buna baxaq. Nə olacaq? İşarə əvəzliyi. İşarə əvəzliyi olduğu təqdirdə vergül olmur, vergül qoyulmur. O, kim, nə suallarına cavab verdikdə olur? Şəxs əvəzliyi. Baxın, bu məsələni ümumiyyətlə qarışdırmaya çalışın. Olur şəxs əvəzliyi. Şəxs əvəzliyi olduğu təqdirdə cümlədə xüsusilə mübtəda olanda özündən sonra nə olur? Vergül, yes. Vergül qoyduğu məqamlar. Məsəl üçün, deyək ki, o mahnı oxuyur. O mahnı oxuyur. Oxuyur kim? O. Nəyi oxuyur? Mahnını oxuyur. Düzdür? O mübtədadırsa özündən sonra vergülümüzü qoyacaq. Kasıblıqdan vergül də yanlış qoyur. Düzdürmü? İndi belə var. Məsələ nədir? Ondan sonra köməkçi nitq hissələri gələrsə, bir də feil gələrsə, bir də əvəzlik gələrsə, vergül qoyulmaz. Bax, bu vergül var, bu vergül yoxdur. Məsəl üçün, desəm ki, o da mahnı oxuyur, artıq burada o kim sualına cavab verir, cümlə mübtədası olsa belə vergül qoyulmayacaq. Niyə? Çünki burada da bağlayıcısı var. Tamam mı? O'dan sonra oxuyur feilini yazdıq. Cümlədəki o'muz yenə mübtədadır, amma vergül qoyulmayacaq. Niyə görə? Çünki özündən sonra gələn nitq hissəsi feildir. Tamam mı? Asıl. İndi belə bir məsələ var. Burada da eyni vəziyyətdir. Bu, işarə bildirdikdə vergül olmur. Bu, nə, kim suallarına cavab verdikdə vergüllə işlənmiş olur. Amma bunların fərqi olur. O, cümlədə ismə əvəz edib mübtəda olduqda şəxs əvəzliyi olur. Bu isə həm sifətə əvəz elədikdə, həm ismə əvəz elədikdə hər zaman kişinin sözü bir olar disturundan nə edir? İstifadə edir. Olur nə? İşarə əvəzliyi. Oldu mu? İndi baxaq. Deyirəm ki, bu uşaq dərsə gecikib. Gecikib kim? Uşaq. Bax, cümləni oxumasaq, biz bunu görən kimi gərək ondan sonra, bax, buradan sonra ayda isim gəlibdir, vergülünü qoyduq. Xeyr, belə bir şey yoxdur. Cümləni oxumaq lazımdır ki, cümlədəki bu hansı suala cavab verir? Kim, nə, yoxsa hansı? Baxırıq, gecikib kim uşaq? Hansı uşaq? Bu uşaq. Cümlənin təyinində vergül qoyulmayacaq. Amma olacaq ki, bu dərsə gecikib. Gecikib kim? Bu. Düzdürmü? Mübtədadır. Özündən sonra da bir problem yoxdursa vergülünü qoyulacaq. Bu dərsə gecikib. Ola bilər. İki cür düşünülən cümlələr var ki, məsəl üçün biz ona baxmışdıq ki, deyək, məsəl üçün o kəndə gedir. O kəndə gedir. Burada onu həm şəxs əvəzliyi kimi mübtəda, həm işarə əvəzliyi kimi nə kimi düşünə bilir? Təyin kimi düşünə bilir. Yəni, o məsələdə bəzən diqqətli olmaq lazımdır. Amma belə hal-hazırda bizdən vergül tələb edirsə, o gedir, hara gedir, kəndə gedir. Yəni, biz bunu niyə görə mübtəda kimi düşünməyək? Düşünə biliriksə, düşünəcəkdir. Oldu mu? Hə, deməli, dedik ki, feil gələrsə vergül qoyulmur, amma feili sifət istisnadır. Məsəl üçün, deyirəm ki, o gələn qonaqları qarşıladı. Bu cümləyə baxırıq. Bir də köməkçi nitq hissəsi gələrsə qoyulmaz, amma modal sözlər nida gələrsə, məsələn deyirəm ki, o əsasən səhərlər oxuyur cümləsində də. Oxuyur kim o mübtədadır, amma burada mübtəda olmağına görə vergül deyil, əsasən hər iki tərəfində modal sözdə vergül qoyulacaq deyə vergül qoyuruq. Qarşıladı kim? O qonaqları tamamlıq, hansı qonaqları gələn qonaqları feili sifət olduğu üçün burada da vergül qoyulacaq. Burada vergül qoyulmasının səbəbi əsas odur ki, özündən sonra gələn sözlə bəzən problemlər, məna sıxıntıları yarada bilir. Hansı qonaqları qarşıladı? Gələn qonaqlar. Hansı gələn qonaqları? O gələn qonaqları. Bax, bu gələnləri mən qarşılayacağım, o gələnləri sən qarşıla. Görürsünüz mü? Orada artıq müəyyən məna sıxıntısı yarana bilər. Ona görə vergüldən istifadə olunur ki, o problemlər oradan qaldırılsın. Oldu? Səidə anladıq? Gözəl.
İkinci nədir? Leksik təhlil. Leksik təhlil leksikada keçirilən bütün mövzuların hamısından əlaqəlidir. Leksik təhlil. Hər hansı bir söz yazırıq. Məsəl üçün yazırıq, deyək ki, doğru sözünü. Doğru. Doğru sözünü leksik təhlil edəndə baxırıq, məsəl üçün, birinci, sözün nəyini tapacaq? Sözün mənası. Söz hansı mənalar verə bilir? Sonra yazırıq, söz tək mənalıdır, çox mənalıdır, amonimdir, antonimi, sinonimi var, yoxsa yoxdur. Bu məsələlərə toxunuruq. Bildinmi? Sonra, məsəl üçün, nə edə bilərik? Sözün, deyək ki, yalnız qrammatik mənası mı var, yoxsa həm leksik, həm qrammatik mənası mı var? Bax, bu məsələlərə toxunacağıq biz. Mənası var. İndi baxaq, doğru sözü nədir? Doğru sözünün mənasına baxırıq. Doğru sözünün bir dənə leksik təhlilinə bir baxsaq, nə var? Sözlərin mənalarının açıqlaması var. Sözün bir mənasını açıqlamaq üçün neçə vasitədən, neçə yoldan istifadə edirdik biz? 4 dənə yoldan. Hansıları idi? Yaxın mənalısı, əks mənalısı, sözün mənasını açıqlamaq, hissələrinin mənasını açıqlamaq. Doğru sözü sadə söz olduğu üçün hissələrinin mənası buna daxil olmur. İndi sözün özünün mənasını açıqlayanda doğru nə deməkdir? Doğru, bəli, hər hansısa bir danışacağın şeyi, görəcəyin hər hansısa bir işi dürüst şəkildə yerinə yetirmək və yaxud da danışacağın sözü əslində həqiqi olaraq insanlara çatdırmaq doğru sayılmış olur. Amma biz doğru sözünə baxanda görürük ki, doğru sözünün leksik mənası ilə yanaşı qrammatik mənası da var. Bir də doğru sözü yerinə görə amonim ola bilir. Necə amonim ola bilir? Həm sifət kimi işlənir, həm zərf kimi işlənir, həm də qoşma kimi işlənir. Demək ki, biz artıq bunun amonimliyini olduğunu görmüş olduq. Doğru sözünün sinonimi var mı? Var. Doğru, dürüst. Qoşma kimi sinonimi var mı? Doğru, tərəf. Var. Antonimi var mı? Doğru, yanlış. Var imiş. Tək mənalıdır, çox mənalıdır. Aysu. Çox mənalıdır. Niyə görə? Amonim, baxın. Çox mənalı, tək mənalı olmaqla amonimlik məsələsini bir-birinə qarışdırır. Bax, bir sözün amonimliyi var. Məcaziləşmirsə, bu söz tək mənalı sözdür. Söz məcazi deyilsə, yəni çox mənalılaşmırsa, söz tək mənalı söz sayılır. Nə olsun ki, məsəl üçün, bal sözünün 5 dənə mənası var. Fərqli mənadır. Məcaziləşmir və bu zaman nə olacaq? Tək mənalı söz olmuş olacaq. Ona görə bunu qarışdırmayın, yəni o başqa şeydir. Çox mənalı söz nədir? Miranə. Eyni cür yazılıb, fərqli mənalarda olan məcazi mənası. Eyni cür yazılıb, məcaziləşə bilən bir mənası çıxırsa, bu çox mənalı söz sayılır. Tək mənalı söz yaraşıqlı söz, Hüseyin. Özümə götürmə. Yaraşıqlı sözü nədir? Zübeyir. Gözəl görünən, elə deyil, yaraşığı olan. İstəyir bina olsun, istəyir nə bilim, ev, insan fərqi yoxdur. Hamısına aiddir. Yaraşıqlı sözünü biz məcaziləşdirə bilmirik axı. Mənim çox yaraşıqlı düşüncələrim var. Deyə bilirik, yox. Gözəl sözlü düşüncə ilə işlənə bilər, gözəl fikir, gözəl düşüncə, amma yaraşıqlı fikir, yaraşıqlı düşüncə, çox yaraşıqlı yaşayışı var bu uşağın. Yoxdur, belə şey olmadı. Məcaziləşmədiyi üçün bu söz nə olur? Tək mənalı söz. Yaraşıqlı Bildin Aysu. Sonra sən tərəfdən baxanda keçək frazoloji birləşmələrə. Orada sıxıntımız nədir? Amonim, sinonim, antonim. Bir dənə leksik təhlildə yadında qalsın ki, leksik təhlildə bunların hamısı soruşulur bizdən. Məsələn, sözü verir, deyir, sözün mənası budur. Və yaxud da sözün, məsələn, köhnə sözünü verir. Köhnə sözünü deyir ki, sinonimi qədim sözüdür. Köhnə sözünün antonimi yoxdur. Biz antonim yoxdur deyəndə biz baxırıq köhnə sözünün antonimi kimi yeni, müasir çıxarda biliriksə, demək ki, biz cavabı səhv götürəcəyik. Məxfi sözü var. Məxfi sözünün, məsəl üçün, leksik mənasını açıqlamaq istəyir. Məxfi nədir? Gizli. Ayrı savun. Verir oradakı məxfi sözünün mənası aşkara çıxan, üzdə olan deməkdir. Biz biləcəyik ki, artıq bunun antoniminin mənasını vermiş olur. O zaman biz onu səhv götürəcəyik. Leksik təhlil budur. Elə İsmail? Hadi olmur. Üçüncü nədir? Tabelidə tərəflər. Bu Əli müəllimin sualıdır.
Tabeli mürəkkəb cümlənin tərəfləri. Nə var? Budaq, baş. Həmçinin gəlir baş və budaq cümlə şəklində olur. Düzdür? Hansı təqdirdə birinci budaq cümlə gəlir əli? Sağ şərt şəkilçisi ilə bağlandıqda, sağ şərt şəkilçisi üstə gələk da və yaxud da belə ədatı ilə bağlandıqda, bəzi hallarda istisna durum ki bağlayıcısı ilə bağlandıqda, ki bu ancaq zaman anlayışlı tabeli mürəkkəb cümlə olur. Necə? Hə, gözlüyün gedir. Sonra m ədatı ilə bağlandıqda, şərt və güzəşt bağlayıcıları ilə bağlandıqda, bir də amma ancaqla bağlanan cümlələr var idi. Bu tip cümlələrdə nə var? Cümlənin əvvəlinə düzü, doğrusu, düzdür kimi modal sözləri artırdıqda nə olur? Budaq baş sıxımına uyğun olan tabeli mürəkkəb cümlə. Oldu mu? Demək ki, bəzi şeyləri gülməyə də bilirik, özünü saxlayır. Sənin səsini çıxartır. Nə oldu? Baxaq, sağ. Qısa və konkret. Oxusa, öyrənir. Və tabeli mürəkkəb cümlədə oxusa kim? O. Öyrənər kim? O. Baxın, iki dənə xəbərin ikisinə də bir müqtada cavab versə də əli, əgər tabeli mürəkkəb cümlədirsə, biz artıq bunu sadə cümlə kimi götürə bilməliyik. Çünki sağ var burada. Oxudu və öyrəndi. Bu olacaq sadə cümlə. Amma oxusa, öyrənərdə artıq biz cümləni yarımçıq saxlaya bilmədiyimiz üçün burada məcburən bir o birisinə tabi olub nəyisə aydınlaşdıracaq. Və yaxud da məsəl üçün indi baxırıq. Çox, oxu, sa, da, öyrənə bilmirdi. Necə cümlə olmuş olacaq? Tabeli mürəkkəb cümlə və birinci budaq cümlə gələcək. Niyə görə? Sa ilə da ilə bağlanır bir-birinə. Ki ilə bağlanan sadəcə zaman anlayışlı cümlələr var idi. Məsəl üçün, elə evə gəlmişdi ki, çağırdılar. Nə zaman çağırdılar? Evə yeni gələndə çağırdılar. Həmçinin burada yenicə ifadəsini artıra bilirik, təzəcə ifadəsini artıra bilirik. Elə evə təzəcə gəlmişdi ki, çağırdılar. Bu tip ki ilə bağlanan cümlə şəklində istisnalıqdır ki, sadəcə zaman budaq cümləli tabeli mürəkkəb cümlədə ki-nin bağlandığı bu tip cümlələr bağladığı birinci budaq cümlə olaraq gəlir. Oldu əli. Sonra m ilə, m-nın amma bağlayıcı vasitə olduğu zamanı baxmalıyıq biz buna. Bəzi hallarda m gəlir, amma öz sual funksiyasında iştirak edir. Burada isə mayda nə edir? M bağlayıcı vasitə olur. Sual funksiyasını itirir. Elə? Məsəl üçün, dərsi anladın mı? Testlərə başla. Evə çatdın mı? Valideynlərinə xəbər et. Yeməyini yedin mi? Süfrəni yığışdır. Nə zaman? Evə çatanda xəbər elə. Nə zaman süfrəni yığışdır? Yeməyini yeyəndən sonra süfrəni yığışdır. Nə zaman testlərə başla? Dərsi anlayandan sonra testlərə başla. Bax, bu kimi ifadələrdə m bağlayıcı vasitədir. Nə dedik? Şərt bağlayıcıları və güzəşt bağlayıcıları ilə bağlanmaqda. Məsəl üçün, hərçənd ki, cavab verə bilmirsən, yenə də qiymət yazıram. Bax, belə bir cümlənin işlətdikdə görürük ki, biz nə edirik? Güzəşt eləmiş oluruq orada. Düzdür, cavab verə bilmirsən, amma mən sənə qiymət yazıram. Bax, bu cümləni çevirəndə amma ancaqla da çıxa bilir ortalığa. Düzdür, cavab verə bilmirsən, amma mən sənə qiymət yazıram. Hərçənd ki, cavab verə bilmirsən, yenə də sənə qiymət yazıram. İkisi də eyni tip, eyni şəxsiyyətə malik cümlələr. Hər ikisində də nə olur? Budaq cümlə olur. Amma ilə ancaqla qarışdırmamaq üçün nəyə diqqət eləmək lazımdır? Fərqi yoxdur, istəyir sadə cümlənin, istəyir mürəkkəb cümlənin iştirakı zamanı olsun. Məsəl üçün, deyirəm ki, İsmail oxudu, amma anlaya bilmədi. Anlaya bilmir, bir qavramdır uşaqda, problem var. Və yaxud da İsmail, İsmail oldu. İsmail oxudu,
Ancaq dərs yadında qalmadı. Birinci cümlə sadə cümlədir. Çünki oxuyan da İsmaildir, anlaya bilməyən də İsmaildir. İkinci cümlə mürəkkəbdir, oxuyan İsmaildir, yadında qalmayan isə dərsdir. Biz nə edəcəyik? Bu iki cümlənin hər ikisinin də əvvəlinə düzü, düzdür, doğrusu kimi modal sözləri artıranda bu cümlə nə olacaq? Bu da baş sxeminə uyğun olan tabeli mürəkkəb cümlə olacaq. Niyə? Ona görə ki, cümlənin yarıda dayandığı zaman intonasiyası tamam başqalaşır. Bizdən bir dənə də aydınlaşdırma cümlə tələb edir bir anı. Məsəl üçün, İsmail oxudu, nöqtə də qoya bilərik. Amma anlaya bilmədi, nöqtə də qoya bilərik. Amma düzdür, İsmail oxudu, nöqtə qoya bilmirik. Çünki adamı intizarda saxlayır. Nə oldu oxudu? Davamı gəlməsi lazımdır. Bax, bu ifadə bura artırılandan sonra cümlənin bütöv intonasiyasını dəyişir. Bildin Selcan? Burada sən. Anladıq millət? Gözəl, Allah sizi qorusun.